Salam dostlar. Bu gün sizi Azərbaycan mədəniyyətinin ürəyinə, Şuşa şəhərinə aparırıq. Bura təkcə bir şəhər deyil. Bura bir məktəb, bir ruh, bir simvoldur. Şuşa həm tariximizdə, həm musiqimizdə, həm də milli kimliyimizdə xüsusi yer tutur. Hazırsınızsa gəlin bir yerdə Şuşanın 7 möhtəşəm faktı ilə bu əziz şəhərin sehrinə dalaq. Birinci fakt. Şuşa 1752-ci ildə Pənahəli xan tərəfindən salınıb. Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Qarabağ xanlığının paytaxtı kimi inşa edilən bu şəhər strateji baxımdan çox mühüm mövqedə idi. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə sıldırım qayalar üzərində yerləşirdi. Şuşanın qala divarları o qədər möhkəm idi ki, əsrlər boyu bir çox hücumlara tab gətirirdi. Bu gün də Şuşa qalası həmin dövrün memarlıq möcüzəsi kimi qalmaqdadır. İkinci fakt. Şuşa memarlığı. Daşda dondurulmuş musiqi. Şuşanın küçələrində gəzəndə sanki musiqini hiss edirsən. Evlər, məscidlər, saraylar elə bir zövqlə tikilib ki, hər detal bir melodiyaya bənzəyir. Xurşudbani Natavanın evi, Gövhər ağa məscidləri, Karvansara və Şuşa qalası. Bunlar təkcə tikililər deyil, həm də ruhun ifadəsidir. Şuşa memarlığı təbiətlə bir harmoniya içindədir. Qayalıqların üzərində qurulsa da, ruhən sanki buludlar arasındadır. Fakt 3. Şuşa, Azərbaycan musiqisinin beşiyi. Şuşa bəzən Qafqazın konservatoriyası adlandırılır. Çünki burada doğulan və yetişən musiqiçilər Azərbaycan muğamını bütün dünyaya tanıdıblar. Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qayrağıdoğlu, Bülbül, Üzeyir Hacıbəyli bu adların hamısı Şuşanın səsini dünyaya yaydı. Muğamın incə ritmləri, kamançanın tarın səsi bu şəhərin daşlarını hopub. Şuşa musiqi deyil, bir harmoniya mədəniyyətidir. Üçüncü fakt. Natəvan, Şuşanın şahzadəsi və maarif simvolu. 19-cu əsrin görkəmli xan qızı Xurşudbani Natəvan Şuşanın həm gözəlliyi, həm də ziyalılığı təmsil edirdi. O, şeir yazır, maarif və mədəniyyət tədbirləri təşkil edir, kasıblara kömək edirdi. Natəvan xan qızı ləqəbi ilə tanınırdı, amma onu xalq ürəyi zəngin qadın kimi xatırlayır. Onun yaratdığı Məclis-i Üns ədəbi birliyində o dövrün ən böyük şair və musiqiçiləri toplanırdı. Şuşa mədəniyyətinin parlayan dövrü məhz Natəvanla başladı. 5-ci fakt. Şuşanın təbiəti və panoraması. Sanki bir tablo. Şuşa təkcə tarixi deyil, həm də təbiəti ilə heyran edir. Şəhərdən baxanda Cıdır düzü, Daşaltı dərəsi və Şuşa meşələri nəfəs kəsən mənzərə yaradır. Əfsanəyə görə bu yerlərdə xan qızı Natəvan at çapardı. Şairlər isə ilham tapardı. Cıdır düzündə axşam çağı muğam səsi eşidilsə, sanki dağlar da səssizcə dinləyir. Bu mənzərə təbiətin və musiqinin birləşdiyi ən saf nöqtədir. 6-cı fakt. Şuşa, yenidən dirçələn mədəniyyət paytaxtı. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Şuşa ili elan edildi. O vaxtdan şəhərdə bərpa işləri aparılır, abidələr dirçəldilir, mədəniyyət tədbirləri keçirilir. Xarı Bülbül festivalı, Vaqif poeziya günləri və muğam gecələri yenidən bu torpağa həyat gətirib. Bu gün Şuşa təkcə keçmişin simvolu deyil, gələcəyin mədəniyyət paytaxtıdır. Şuşa Azərbaycanın ruhu, səsi və yaddaşıdır. Bura azadlığın, sevginin, sənətin və mənəviyyatın şəhəridir. Hər daşı bir nəğmə, hər küçəsi bir şeir, hər nəfəsi bir dua kimidir. Şuşanı görmək sadəcə bir səyahət deyil, özünü tapmaqdır. Videonu bəyəndinizsə kanala abunə olun. Bəyən düyməsini basın və növbəti videoda nə haqqında danışacağımızı şərhlərə yazın. Sağ olun. Şuşanın səsi sizinlə olsun.